Davam edirik. Birinci Rus-Qacar müharibəsidir bugünkü video izahımız. Deməli, müharibə başlayan kimi burada 1804-cü ildə iki döyüşdən danışacağıq. 1804-cü ildə üç kilsə və Qəmərli döyüşləri baş verir və hər iki döyüşdə, yəni həm üç kilsədə, həm Qəmərlidə Qacarlar Ruslara qalib gəlirlər. Daha sonra isə deməli Ruslar İrəvanı mühasirəyə alsa da Ruslar İrəvanı tuta bilmir. Ümumilikdə Rus-Qacar müharibəsi dövründə İrəvan xanlığı iki dəfə mühasirəyə alınıb ki, və biz deyəcəyik ki 1804-cü ildə, bir də 1809-cu ildə İrəvan xanlığı mühasirəyə alınıb. Ancaq hər ikisində də bu mühasirə Ruslar üçün uğursuz olmuşdu. 1805-ci il hadisələrindən danışdıqda isə 1805-ci ildə iki döyüşdən danışacağıq. Şahbulaq döyüşündə Qacarlar Rusları məğlub edirlər. Daha sonra isə Zəyəm döyüşündə isə Qacarlar Ruslara məğlub olurlar və Azərbaycanı tərk edirlər. Bu zaman isə Qacar ordusuna əlbəttə ki, Cənubi Azərbaycan hakimi Abbas Mirzə başçılıq edirdi. Daha sonra isə 1805-ci ildə Ruslar üç Azərbaycan xanlıqlarını ilə özlərinə tabe edir və Qarabağ və Şəki xanlığı ilə Çörəkçay müqaviləsini imzalayırlar ki, Qarabağ Şəki 1805-ci ilin əvvəlində Ruslara tabe olur. Bir qədər sonra isə 1805-ci ilin sonunda isə Şamaxı xanlığı Ruslara tabe olur. Ancaq Şamaxı xanlığı Çörəkçay müqaviləsinə bənzər müqavilə imzalayıb Ruslarla. Ancaq Çörəkçay müqaviləsi deyə bilmərik buna. Amma eyni şərtli müqavilə imzalayır. Yəni hər üç xanlığın da imzaladığı müqavilənin demək olar ki, şərtləri eyni idi. Yəni daxili müstəqillikləri qalırdı, xarici müstəqilliyi Ruslara keçirdi, ərazilərində Rus ordusu saxlanmalı idi, həmçinin də müəyyən məbləğdə xərac verməli idilər. Əlbəttə ki, Şamaxı xanlığı xərac məsələsi biraz fərqli idi, amma demək olar ki, yəni eyni şərtlər idi. 1805-ci ildə Ruslar Bakını tutmaq istəsə də uğursuz olur. Səbəbi isə o idi ki, Quba və Qacarlar Bakıya kömək edir. Qacarlara mane, daha doğrusu Ruslara mane olurlar Bakını tutmaqlarına. Daha sonra 1806-cı ilin fevralında Syanov Bakını tutmaq istəyir. Hətta Bakı xanı Hüseynqulu xan təklif edir ki, o Bakıya gəlsin, Haçarı ona özü təqdim etmək istəyir. Ancaq 1806-cı ildə Syanov Bakıda öldürülür. Ruslar bir qədər geri çəkilsə də ancaq Bakını tutmaq fikrindən əl çəkmirlər. 1806-cı ildə üç xanlıq Ruslar tərəfindən tutulur. Dərbənd, Bakı və Quba xanlığı Ruslar tərəfindən işğal olunur və Dərbənd və Bakı xanlığı 1806-cı ildə tutulan kimi ləğv olunur. Ancaq Quba xanlığında isə 1806-1810-cu illəri əhatə edən bir əyalət şurası yaradılır və bu əyalət şurasına keçmiş Bakı hakimi 2-ci Mirzə Məhəmməd başçılıq etmişdir. Daha sonra deyəcək ki, 1806-cı ildə İbrahim Xəlil xan Ruslar tərəfindən öldürülür. İbrahim Xəlil xanın Ruslar tərəfindən öldürülməsindən sonra Şəki xanı Səlim xan üsyan qaldırır. 1806-cı ildə Şəki üsyanı baş verir və bu zaman Ruslar Şəki üsyanını yatırır və Şəkidə müvəqqəti idarə yaradılır ki, onun başçısı da Xoylu Cəfərqulu xan olmuşdur. Ümumilikdə bu dövrdə Ruslara qarşı üsyanlar baş vermişdi. Bu üsyanlardan biri də 1810-cu ildə Quba üsyanı idi və bu üsyan zamanı Gilgilçay döyüşü baş verir ki, bu döyüşdə Ruslar üsyançılara məğlub olmuşdular. Daha sonra isə Lənkəran xanlığının taleyindən danışdıqda isə ancaq yəni Ruslar Quba xanlığını 1810-cu ildə ləğv edirlər. Daha sonra Lənkəran xanlığının taleyindən danışdıqda isə sülh danışıqlarında müzakirəli səbəb idi Lənkəran xanlığı. Çünki Ruslar bildirirdilər ki, Lənkəran xanlığı Ruslara deməli tabe olmaq istəyir və Rus meyilli olduğuna görə yəni Ruslara verilməlidir. Qacarlar isə Lənkəran xanlığının müstəqil olmasını istəyirdi. Ümumilikdə isə 1809-1810-cu illərdə dedikdə Gəncə və Qarabağ xanlığında üstünlük kimdə idi soruşulsa, əlbəttə ki, Ruslarda idi. 1809-cu ildə isə Qarababa döyüşü baş verir ki, bu döyüşdə Ruslar Qacarlara məğlub olur. Daha sonra Ruslar Tormozovu yeni ordu komandanı təyin edirlər.
1812-ci ildə isə iki döyüş olur. Sultanbud və Aslandüzü döyüşü. Sultanbud döyüşündə Qacarlar ruslara qalib gəlsə də, Aslandüzü döyüşündə Qacarlar ruslara məğlub olurlar və bu məğlubiyyətlə gələcəkdə işğal olunan Lənkəranın və 1-ci Rus-Qacar müharibəsinin taleyi həll olunur. Belə ki, 1812-ci ilin sonu, 1813-cü ilin əvvəlində ruslar Lənkəranı işğal edir və 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır. Gülüstan müqaviləsinin şərtləri nə idi? Gülüstan müqaviləsinə əsasən İrəvan, Naxçıvanı çıxmaqla bütün Şimali Azərbaycan xanlıqları, həmçinin Şərqi Gürcüstan, Dağıstan Rusiyaya verilirdi. Xəzərdə hərbi donanma saxlamaq ruslara məxsus idi. Qacarlar və hər iki tərəfdə, yəni Rusiyada həmçinin Qacarlara diplomatik nümayəndələr yatırmaq və ticari məsələdə güzəştli hüquqları tanıyırdı. Qacarlar müqaviləyə separat akt daxil etməklə bildirirdilər ki, yəni ki, biz bu müqaviləni müvəqqəti imzalayırıq. Yəni Gülüstan müqaviləsinə Qacarlar separat akt əlavə edirlər. Ümumilikdə xanlıqların işğalı və ləğv edilməsindən danışdıqda Gəncə xanlığı 1804-cü ildə tutulan kimi ləğv olunur. Qarabağ xanlığı 1805-ci ildə tutulsa da 1822-ci ildə ləğv olunur. Şəki xanlığı 1805-də tutulur, 1819-da ləğv olunur. Şamaxı xanlığı isə 1805-də tutulur, 1820-də ləğv olunur. Lənkəran xanlığı 1813-cü ildə tutulsa da 1826-cı ildə ləğv olunmuşdur. 1806-cı ildə tutulan 3 xanlıq var. Dərbənd, Bakı və Quba. 1806-da tutulsa da Dərbəndlə Bakı tutulduğu il ləğv olunur. Ancaq Quba bayaq da dediyimiz kimi 1806-cı ildə tutulsa da 1810-da ləğv olunur. 2-ci Rus-Qacar müharibəsində danışacağıq ki, Naxçıvan İrəvan xanlığı 1827-də tutulur, 1828-də isə ləğv olunur. 1-ci Rus-Qacar müharibəsi ilə bağlı əsas vacib məqamları qeyd etdim. Növbəti video sahəmiz isə 2-ci Rus-Qacar müharibəsi ilə bağlı olacaq.